Amerika Birləşmiş Ştatlarının Ukraynadakı münaqişənin həlli planı Rusiyanın ələ keçirdiyi ərazilərin saxlanılmasını və Moskvaya qarşı sanksiyaların qaldırılmasını nəzərdə tutur. Mediametr Bloomberg istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbələr məlumat yayıb. Amerika Birləşmiş Ştatları müttəfiqlərinə Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanması, o cümlədən uzun müddətli atəşkəs vəziyyətində Moskvaya qarşı hərbi əməliyyatların dayandırılması və sanksiyaların yumşaldılması şərtlərinin siyasi ilə bağlı təkliflər təqdim edib. Adı açıqlanmayan Avropa rəsmilərinin sözlərinə görə, ABŞ planı Parisdə Ukrayna ilə bağlı bir sıra görüşlər zamanı təqdim olunub və münaqişənin faktiki dondurulmasını nəzərdə tutur. Onun şərtlərinə görə Rusiyanın ələ keçirdiyi ərazilər Moskvanın nəzarəti altında qalacaq. Bundan əlavə, Amerika Birləşmiş Ştatlarının təklifi Ukraynanın NATO-ya üzvlüyünü müzakirə eləməkdən imtina eləməyi nəzərdə tutur. Daha əvvəl Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti J.D. Vance bildirib ki, Amerika Birləşmiş Ştatları Rusiya ilə Ukrayna arasında münaqişənin başa çatması prosesinə nikbin baxır.